Aleyküm, hardayam, ökməli, qov yolundayam. Likoil tərəfdə gedən yolda. Bir dənəsi üçün təzə, tam əşyalı, kupçalı, fərdi yaşayış kupçası. Torpağın tex pasportuna qədər var. Kondisioner. Bax, içəridə nə görürsənsə, hamısı qalacaq. Bir dənə televizordan başqa. Nə stabilizatordur, nədir? O da qalacaq. 500 manat elə onun təkcə qiyməti. O da qalacaq. Buradan gəldi. Bir dənə burada geniş mətbəxdir. Baxın, mətbəxin ölçüsü də normaldır. Bax, burada xalden iş qalır. Təzə paltaryanı var. Yəni bunlar bax elcə ən bahalı yaxşılardandır da. Bu da qalır. Ya kombisi, dəmir dökümün kombisinə kimi var. Tamam sanuzedir, tam təmirdir. Qiymətə bax elə. Qiymət heç neçəyə 39.900 manata. Bir dənə də burada yataq otağıdır. Burada da nə görsənsə hamısı qalır. İndi biraz aboylarda yatda indi şey var. Alıb, atıb yaşamayıb da içərisində. Biraz aboyada gəzdirərsən xırda para. Yəni bu qiymətə görə ideal. Yolda nə qədər məsafədə? Əsas magistral yoldan 15 metr, 5 metr, 10 metr. Yəni 3-cü evdir də, yəni əsas magistral yoldan. Bir dənə çöldən tanış olaq, saxlayırsan. Gecə-gecə gəlmişəm çəkmək. Gecə-gecə çəkəndə satılır ev. Yəni həqiqətən bax kombisi, suyu, qazı, işığı hamısı var. Yəni bütün şotçikləri də var ha. Bax dəmir dökümün kombisi. Baxın. Təzədə salafan elə açılmıyor. Yəni həyətinə rahatlıqdan maşın daxil olur. Yəni əlaqə saxlayın. Bu qiymətə görə ideal variantdır. Yəni nə verərlər? Heç nə. Sağ ol.